Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Bilirsiniz də hansı verişə gəlmişsiniz? Bəli. Onda söhbətin duzunu çıxardacağıq. Çıxardaq. Mən həkim oftalmoloqam. Adım Mərdanova Lamiyə. 15 ilə yaxındır çalışıram. İlk olaraq bu sualdan başlamaq istəyirəm. Biz ümumiyyətlə göz sağlığına nə qədər hazır olan bir insanlarıq? İnsanlar çox da önəmsəmir. İndi yaxşıdır ki, icbari müayinə, dispanserizasiya müayinəsi var. Yəni məcbur valideynlər uşağı gətirirlər müayinəyə. Baxırsan uşağın 9 yaşı var, artıq gözün ölçüsü -2-dir. Amma bu -2 birdən-birə əmələ gəlmir də. Uşaq böyüdükcə meydana çıxır. Yəni böyüdükcə gözü də böyüyür və ölçüsü də dəyişə bilir. Əgər meyllidirsə refraksion qüsurlara. Baxırsan, yəni bir qədər səhlənkarlıq var. Amma ki, aşkar olunanda artıq valideyn də dərk eləyir ki, bunun üzərinə düşmək lazımdır. Elə valideynlər var ki, vaxtı-vaxtında müayinələrə gətirirlər. Ya özləri olsun, ya evladları olsun. Siz valideynlər çox az, mən deyər, çox deyil, azdır. Deyirsən, tutam 6 aydan bir gətir uşaqdır. Amma görürsən ki, yox, biraz səhlənkarlıq oldu. 6 ay, 1 ilə keçdi, il yarıma keçdi. Bəs bu göz problemləri hardan başlayır və hara gedir? Belə deyim də, gözdə olan hər hansı bir patologiyanı aşkar eləmək üçün bəlli bir yaş dövrləri var da. Bir yeni doğulmuşlarda baxırıq. Yeni doğulmuşlarda ola bilər, erkən doğumlarda olan gözdə patologiyalar ola bilir. Vaxtından öncə doğulmuş uşaqlarda. Ona görə bir yeni doğulmuş vaxtı göz müayinəsi mütləqdir. Və 1 yaşında göz müayinəsi mütləqdir. Çəplik varsa vaxtında aşkar olunsun və yaxud da ki, elə patologiyalar olur ki, anadan gəlmə olur, qanından gəlmə qlaukoma olsun, anadan gəlmə katarakt olsun və yaxud da ki, yeni doğulmuşların gözlü patologiyaları olsun. Yəni bunları vaxtında aşkar eləmək üçün həmin dövrdə müayinə məsləhətdir. 1 yaşında müayinə. Daha sonra bağça yaşlarında 1-ci sinifə gedəndə 6-7 yaşında müayinə mütləqdir. Bəs o müayinə olundu. Onun həll yolu istədiyiniz yerə kimi gəlir, yoxsa yenə də sizin də qabağınızda məhdudiyyətlər olur? Həll yolları xəstəliyə baxır. Yəni ki, əgər uşaqda refraksion qüsurdursa, o zaman həll yolu eynək təyin eləməkdir. Sonra periodik olaraq müayinələrini davam eləməkdir. Əgər anadan gəlmə kataraktası, qlaukoması varsa, bu zaman artıq cərrahi həll yoludur. Yəni patologiyadan asılı olaraq dəyişir həll yolları. Məsəl üçün şəxsdə eyni zamanda hər hansı bir genetik problem var. Təbii ki, ondan özü xəbərsizdir. Yəni gizlin formadadır. Hamiləlik misal üçün keçirir. Eyni zamanda dediyiniz kimi, yəni nə qidalanması normaldır, nə şərait normaldır, nə psixi vəziyyəti normaldır. Bunlar təbii ki, daha da dərinləşdirir patologiyanı. Proseslər hamısı bir yerdə olanda, həm qida, həm psixoloji vəziyyət, həm genetik faktorlar. Bunlar üst-üstə gələndə təbii ki, gələcəkdə doğulan uşağın daha belə deyim, ağır olmasına gətirib çıxarda bilər xəstəliyimiz. Xəstəliklərdən biri el arasında toyuq korluğu deyirik. O xəstəlik götürək. Bu genetik o bayquş korluğu dediyimiz toyuq korluğudur, odur, yoxsa? Bir qədər fərqlidir. Fərqlidir, onda fərqini də bilmək istəyirəm. Elmi adı retinitis pigmentosadır. Çətindir də, ondan sonra toyuq korluğunu qəbul edirəm. Məsəl üçün, bu patologiyalar genetik olduğu üçün, genetik mutasiya nəticəsində əmələ gələ bildiyi üçün, daha çox qohum evliliklərində meydana çıxa bildiyi üçün, göz içində, göz dibin dediyimiz, gözün arxa təbəqəsində hüceyrələrimiz var ki, hansı ki bizim işığa, qaranlığa adaptasiyamızı təmin edən hüceyrələrdir. O hüceyrələrdə daha çox o qaranlığa adaptasiyanı təmin edən çöpçüklərdə genetik mutasiya nəticəsində onlar zədəli olurlar.
sayları az olur, zədəli olurlar və xəstə bilmir, bu haqqda məlumatsızdır. Hardasa uşağın 10 yaşlarına doğru artıq özünü büruzə verməyə başlayır. İlkin nə ilə büruzə verir? Gəlir deyirlər ki, mən axşamlar yaxşı görmürəm, adaptasiya ola bilmirəm qaranlığa. Normalda normal insan qaranlığa gedəndə o adaptasiya var da. Məsələn, qaranlığa öz işığından 1 dəqiqəyə, 2 dəqiqəyə adaptasiya olursan. Amma onlarda bu proses ləng gedir. Ləng başlayır və proses getdikcə, irəlilədikcə təbii ki, xəbərsizdir. İlərlədikcə artıq periferiyadan ətraf görmə, yəni görmə sahəsində daralmalar əmələ gəlməyə başlayır. Birinci görmə sahəsində daralmalar əmələ gəlməyə başlayır. Proses getdikcə, yayılır, ağırlaşdıqca artıq görmə mərkəzində gəlir, tutur. Görmə mərkəzini tutur, işığa reaksiyası da belə deyim, həssaslıq azalır sanki. Pozulur. Pozulur bəli. Da gür işıqda belə xəstənin görməsi getdikcə pozulur. Əlavə olaraq bu şəxslərdə yanaşı olaraq refraksion qüsurlarla doğulur, yüksək dərəcəli astigmatizmlə doğula bilirlər. Eyni zamanda katarakta meydana gələ bilir, görmə mərkəzində ödem meydana çıxa bilir. Adətən başqa xəstəliklərə bağlı olanda bu ödemi hansı misal üçün tədavi yöntəmlərindən azaltmaq olur. Amma bunlarda 100% son qoymaq olmur. Son qoymaq olmur. Nə üçün? Çünki hüceyrə zədəlidir. Biz mayeni azaltsaq da onun görməsində elə bir böyük effekt əldə edə bilmirik. Və yaxud da ki, kataraktası var. Təbii ki, katarakt əməliyyatı eləyirik, büluru dəyişir. Amma ki, o müəyyən qədər görməsini artıra bilir. Çünki katarakta da eyni zamanda görməni azaldan bir müddət belə dəb halını almışdı. Televiziyalardan biz ən çox nəyə görürdük? 100% nəticə deyilirdi. 100% belə nəticələr əldə olunacaq. Ay 90 yaşınıza kimi, 100 yaşınıza kimi gözünüzün işığını bərpa edirik. Yəni həqiqətən çox gülməli səslənirdi. Ona heç kim qarantiya verə bilmir. Bu toyuq korluğu xəstələrində proses daha ağırdır. Nə üçün? Çünki tam müalicə üsulu yoxdur. Sadəcə köməkçi müalicə üsulları var ki, A vitamini verirsən, antioksidant verirsən ki, prosesi müəyyən qədər ləngidəsən. Amma sırf o yönümlü ki, müalicə eləyəcəyik, tam effekt alacaqsan, təəssüf olsun ki, belə bir şey yoxdur. Gözün rənglərini dəyişənlər, onun mənfi tərəflərindən. Bu haqqda danışaq. Müsbəti bildiklərindir. Müsbəti falan yoxdur. Müsbəti falan yoxdur. Psixoloji olaraq kimsə, mənim qara gözüm. Zaten psixolojisi pozuq olanın birinin psixologiyasını göz rəngi düzəltməyəcəkdir. Yəni bu bir reallıqdır və bunu insanlar eşitmək istəmir, amma eşitsələr yəni. Mən belə deyim də, izlədiyim qədər, gördüyüm qədər İnsanın özünün gözünün rəngi ona ən çox yaraşan rənglər mən deyərdim ki, даже göz rəngini dəyişmiş insanların belə baxırsan ki, öz göz rəngi ilə daha belə deyim, gözü daha mənalı görsənir, daha təbii görsənir. Daşlar yerinə oturmamış kimi görsənir. Sonradan ən yüngül halda belə deyək, quruluq şikayəti. Daimi quruluq şikayəti olur. Gələcəkdə nə kimi problemlər ola bilər? Yəni ağır fəsadları ola bilər. Qlavkomaya səbəb ola bilər. O nədirlər? İzah edə bilərik. Qlavkoma gözdaxili təzyiqin yüksəlməsi ilə müşahidə olunan xəstəlikdir. Gözümüzün içində belə deyim, maye dövranını dövr etmə prosesini dövr etmə prosesi var. Göz rəngi dəyişmə əməliyyatlarında boyalardan istifadə olunur da. O boyalar buynuz qışanın arxa səthini boyayırlar. O boyalar sonradan həmin maye dövranına mane olacaq, dövrana mane ola bilər və nəticədə qlavkoma
xəstəliyi meydana çıxa bilər. Buynuzqişada hər hansısa digər başqa bir proseslər, xəstəliklər əmələ gələ bilər. Təsəvvür ki, siz dediyiniz kimi bu şüşədir, şüşənin qabağına, arxasında bir dənə boya çəkilir. Və bu qədər həkimlərin təbliğatlarına rəğmən ki, göz sağlığı önəmlidir, dünya işığı önəmlidir, amma biz o dünya işığının qarşısına özümüz belə bir pərdə çəkirik. Elədir. Yəni bu pərdə bizi hara kimi aparacaq? Bu gün psixologiyamız düzəldi. Sonra psixologiyamız pozulmur mu? Trenddir, belə deyək. Trendləri batsın. Hə. Trenddir. İndi trendə siz də qoşulursunuz? yox, qoşulmuram. Qoşulmaq istəyirsiniz? İstəmirəm. Göz həkimisiz deyə. Nə isə o yoxdur yəni. Öz halımdan məmnunam. Həm də ki, göz həkimiyəm deyə daha belə deyək, dərin düşünürəm. Ona görə yəni mən çox da müsbət baxmıram. Açığı. Yəni ki, düzdür, fəsadlar olmaya da bilər, amma iş bir dəfə olur da deyirlər. Ona görə yəni həyat bir dəfə verilir. Bəli. Bir də siz az öncə bir yaxşı yerə toxundunuz ki, gözün dib müayinəsi. Bu ümumiyyətlə müayinənin adı dib müayinəsidir, yoxsa necə gedir? Göz dibi müayinəsi, fundus müayinəsi də deyirlər. Mənim xoşum gəlir sözlər ayırma. Göz dibi müayinəsi. Göz dibi müayinəsi və fundus müayinəsi. Bu müayinəni biz ilk öncə gözə damla tökərək başlayırıq. Gözə damla tökürük, bir müddət gözləyirik, bəbəyi genişlənir və ondan sonra artıq xüsusi linzalar var. O linzaların köməyi ilə göz dibini müayinə edirik. Görmə mərkəzinə baxırıq, görmə sinirinə baxırıq, damarların baxırıq vəziyyətinə, torqişanın kənar hissələrinin periferiyasına baxırıq. Orada hər hansı patologiya varmı, yoxmu? Yaş məhdudiyyəti var burada? Yox, yaş məhdudiyyəti yoxdur. Neçə yaşdan gəlməlidirlər misal? Neçə yaşa kimi gəlməlidir? Məsəl üçün, vaxtından öncə doğulmuşlardan tutmuş, ta ki böyük şəxslərə qədər, yaşlılara qədər, yəni mən deyərdim ki, mütləqdir. Göz dibi müayinəsi hər bir normal, yəni ümumi müayinənin içinə daxil olmalı bir müayinədir. Düzdür, indi çox zaman icra olunur, amma daha əvvəllər göstərişə uyğun aparırlar o müayinəni. Amma yəni çox önəmli müayinələrdən biridir. Məsəl üçün biz dediyimiz kimi bu toyuq korluğu xəstəliklərində ilkin xəstənin şikayətindən birinci aparacağımız müayinə göz dibi müayinəsidir. Bu zaman göz dibində sanki kökü araşdırırsa bir əlamətləri olur. Sümük cisimcikləri deyirlər. Torqişanın periferiyasında o görüntünlə diaqnoz haqqında şübhələnə bilirik və daha sonra ətraflı müayinə istəyə bilirik. Görmə sinirində solğunlaşma ola bilir, bal mumu rəngində deyirik. O aşkar oluna bilər və yaxud da ki, hər hansı bir damar və yaxud da ki, görmə mərkəzi patologiyası, yəni ağırlığına görə baxırsan ki, aşkar oluna bilər. Buyurun. Pasiyent getdi, həkim ona eynək yazdı. Gözündə mənfi oldu, eynək yazdı və yaxınlaşır mağazaya. Mağazada misal üçün 50 manatdan 1500 manata qədər eynək qiymətləri dəyişir. Bazardır da. Bunun yəni mənfi müsbət cəhəti nədir ki, 50 manatdan alsa da gözünə faydası varmı, yoxsa 1500-lük? Yaxud da yoxdursa 50 manatlıq niyə varım yəni? Hə, belə deyim də. Qiymət fərq edirmi ki, gözün zəifliyinin qarşısını almaq üçün? Qiymətin müəyyən qədər fərqi var. Belə deyək, qiymət seçəcəyi çərçivəsindən tutmuş, çərçivənin belə deyək də necə deyim, markasından tutmuş, şüşənin istehsal olunduğu ölkəyə və yaxud da ki, yenə də deyirəm, markasına əsasən dəyişə bilir. Şüşənin keyfiyyətinə əsasən dəyişə bilir. Amma bu da çeşid olaraq 5-10 çeşid olmalıdır da yəqin ki. Çeşid çoxdur əslində. Yəni hər cür qiymətə olur.
Əsas şüşəsinə fikir verməliyik. Təbii ki, çərçivə də önəmlidir. Çərçivə bəziləri adamın narahat eləməməlidir. Gicgahlarını sıxmamalıdır. Burun əsasında oturur. Oranın rahat olmalıdır, yüngül olmalıdır. Onda dəmir korpuslar yox? Yoxsa fərqi yoxdur məsələn? Belə deyək, şüşə olaraq götürəndə orqanik şüşə məsləhət bilirik. Çünki onlar yüngül olur, ağır olmur. Məsəl üçün var xəstə ki, ölçüsü yüksəkdir. Ona görə orqanik daha yüngül olur deyə orqanik şüşə kimi məsləhət görürük. Bir də ki, təbii ki, çərçivə də üzünə yaraşan və komfortlu olmalıdır. Eynəkdən girmişkən də gün eynəyində keyfiyyətlərinə uyğun sizdə məsələ. Ultrabənövşə Misal üçün 5 manata da nəyə görə məbləğlə ölçüləm? Yəni o 5 manat deyir, ucuzdur gedib alır, amma şüşə deyil də o. Bəli. Gün eynəyi alarkən ən çox nəyə fikir verməliyik ki, o gözləri ultrabənövşəyi şüaların təsirindən qoruyucu olsun. Onu özümüz yoxlaya bilirik. Sadə vətəndaş yoxlaya bilir onu. Sadə vətəndaş onu yoxlaya bilmir. Amma həkimə aparsaq bəs göstər. Həkim də onu belə deyə bilməz. O artıq qalır satıcının vicdanına. Bizim gözümüz. Bizim gözümüz. Yəni biz şüşənin tərkibini həkim yoxlaya bilmir və yaxud da ki, onu alan bir şəxs yoxlaya bilmir. Ona görə yəni məsləhət bilirəm ki, güvənilir yerlərdən alsınlar. Tapsaz bizə də deyərsə güvənilir yer. Bəzən insanlar çox işləyəndə bizim sahəmiz elə sahədir ki, davamlı kompüter arxasında oluruq, kamera arxasında oluruq və tez-tez müşahidə edirəm ki, gözdə qızarmalar baş verir və incə damarlar yığıntısı olur. Bu nə ilə əlaqəlidir? Yəni bu bizə nəyə xəbərdarlıq edir? Belə deyim, bu günümüzdə ən çox rast gəlinən şikayətlərdən, ən çox rast gəlinən belə deyək, xəstəliklərdən biridir. Göz quruluğu problemidir. Bu daha çox ekran qarşısında, monitor qarşısında və yaxud da ki, hal-hazırda uşaqlarda da çox rast gəlinir. Telefon, planşet. Bunlarla mavi ekranın qırmızı təsirləri vaxt keçirir. Vaxt keçirdikcə həm göz qırpma sayımız azalır. Yəni fikrimiz monitorda olduğu üçün, yəni avtomatik olaraq göz qırpma sayımız azalır. İşıq təsirinə məruz qalırıq və gözün xüsusi özünün yaş təbəqəsi var. Onun keyfiyyəti belə deyək, pozulur. Və xəstədə qızarıqlıq, gözdə sulanma, qıcıqlanma, göynəmə, diskomfort meydana çıxır. O halları deyək ki, yaşadım, o problem yaşadım. İlk atacağım özüm üçün İlk addım nə olmalıdır? İlk atacağınız addım birinci göz həkiminə müraciət eləmək, şikayətinizə əsasən xəstəliyinizi dəqiqləşdirmək və ona uyğun müalicə və məsləhət almaq. Məsləhət nə ola bilər? Yarım saat işlədikdən sonra 5 dəqiqə uzaq bir yerə baxmaq ki, həm göz yorğunluğumuz getsin. Bol maye qəbul eləmək. Maye ancaq su nəzərdə tutulur. Su fəryod çay, su, belə ağartı məhsullar fərqi yoxdur. Su daha məsləhətdir. Nə üçün? Çünki çayın özünün tərkibində də bədəndən mayeni qovan maddələr var. Və biz hər səhər duranda, belə deyim, dişimizi fırçalayırıq, özümüzü yuyuruq, əlimizi yuyuruq, saçımızı darıyırıq və s. bir şeylər eləyirik. Göz üçün nələr eləməliyik? Səhər duranda göz idmanımız nə olmalıdır? Ki bunu hər gün eləmək və uşaqlara tətbiq eləməliyik ki, uşaqlara tətbiq eləmək indi yaşlılardan vaxtdan daha yaxşı olar. Çünki görmə qüsuru olan uşaqlarda o daha məsləhətlidir. Göz idman hərəkətləri, gözün dairəvi hərəkətləri, yuxarı, aşağı, sağa, sola, bəli, dairəvi. Bu belə çəplik var, o da yaxşı nəticə verir. Bunu çox sevirəm mən. Çəpliklərdə belə deyim, erkən başlayan foriyalarda deyək də belə çəpliyə meyillik deyim də ki, baxırsan artıq uşaqda foriyası var. Yəni göz fiksasiya nöqtəsindən yayınır. Göz idman hərəkətləri burada önəmlidir.
Çünki amma bunu hər kəs əzəlləri eləməlidir də, düzdür ki, göz problemi olanlar eləyir ki, göz problemləri artmasın, göz problemi olmayan da eləyir ki, göz problemi yaranmasın. Yaranmasın. Profilaktik olaraq eləmək Çünki mən olar. xatırlayıram ki, o vaxt məktəblərdə bədən tərbiyəsi deyilən bir 15 dəqiqəlik bir vaxt var idi ki, bədəni tərbiyə. Dərs arası təlim. Bu indi mənə elə gəlir ki, artıq məktəblərdə qalmayıbdı. Artıq illər keçdikcə bu unudulub. Bədəni tərbiyə etmədikcə və bədəni tərbiyə etmək üçün hər şeyə, yenə deyirəm, səhər tezdən bir valideyn əgər evladına deyirsə ki, dişini fırçalamalısan, səhər tezdən yuxudan durmalısan, disiplinli olmalısan, belə eləməlisən, buna gözü də əlavə etmək lazımdır. Yəni hər kəs bunun üstündə artıq əmək sərf etməlidir ki, çünki gözümüz yoxdursa, işığımız yoxdursa, sən dişinin də yerini tapmağa sənin üçün çox qəliz məsələ. Ona görə dişinə gəlib çatana kimi saçını darayandan sonra birinci gözündən başla, sonra da yavaş-yavaş aşağı düşmək lazım. Belə düşünürəm. Amma bunu nə qədər bir mütəxəssis olaraq nə qədər bunun üstünə düşürsüz və ya da ümumiyyətlə bir layihələr varmı? Ümumiyyətlə uşaqlara necə daha geniş qapsamlı bir şeylər eləmək istəyirsiniz ki, daha çox maarifləndirici olsun? Maarifləndirici olaraq təhsil müəssisələrində müayinələr təşkil olunur. Yəni mən özüm çalışdığım müəssisədə təhsil müəssisələrinə gedirik, bağçasından tutmuş məktəblərinə qədər. Orada belə deyək ki, rutin də olsa, sadə də olsa, uşağın şikayətlərini soruşursan, hər hansısa bir şikayətinə əsasən patologiyasından şübhələnirsən və onu daha ətraflı müayinə üçün dəvət eləyirsən. Yəni maarifləndirmə aparılmalıdır təhsil müəssisələrində. Yaxşı Lamiyə xanım, uzun illərdir təcrübəniz var. Buradan obyektivə baxım. Sizi dinləyən insanlara bir 5 ardıcıl tövsiyəniz nə ola bilərdi ki, məsələn, 1 bunu eləyin, 2 bunu eləyin, 3 bunu eləyin ən azından da. Çünki bu illərlə sizdə bu təcrübələr artıq yığılıbdır ki, bax filan şey eləməli idilər ki, bu olmasın. Bunu belə eləməli idilər ki, 3-cü addım yaranmasın. Yəni o 5 mərhələli bir özünüzün siyahınız varmı ki, bax bunu mütləq gələndə hər kəsə deyirsiniz. Məsələn, deyirsiniz təlimlər falan keçəndə nəzər. Bunlar nədir? Birinci deyəcəyim şey odur ki, özünüzdə hər hansısa bir problem hiss eləməsəniz belə, ildə bir dəfə də olsa, heç olmasa göz həkimi müayinəsindən keçməlisiniz. Ola bilər ki, sizin şikayətiniz yoxdur. Bəzi xəstəliklər var ki, səssiz gedir, ondan xəbəriniz yoxdur. Uşaqlarda görmə zəifliyindən tutmuş, böyüklərdə diabetik retinopatiyalara qədər, yəni ilk mərhələlərində səssiz gedirlər və prosesi göz dibi müayinəsi ilə və yaxud da ki, vizometriya eləyirsən, görməsi ilə aşkara çıxarılır. Birinci, yəni rutin göz müayinəsi. İkinci, hər hansı bir patologiya aşkara çıxdısa, hər hansı bir problem varsa, vaxtı-vaxtında həkimin dediklərinə əməl etmək, müalicəsi olsun, qidalanma tərzi olsun, vaxtı-vaxtında həkim müayinəsi olsun, bunlara əməl etmək. Etməməkləri bir şeylər də demək lazımdır bundan. Məsləhət vermək kimi olmaz. Bəzi valideynlər doğulan kimi uşağı planşet telefonundan uzaq eləməlidirlər. Bəli. Doğulan vaxtlardan valideynlər düzdür. Hətta doğulmamışdan valideynin özü ana bətnindəykən o onunla qidalanırsa, uşaq misal üçün deyir, uşaq körpədir, qidalanmasını belə deyək, yaxşı yemək yemir, onun üçün uşağın başını qatırıq, telefon tuturuq, televizorun qarşısında oturur. O zaman uşaq yemək yeyir. Yəni çalışmaq lazımdır ki, monitordan 2-3 yaşına qədər uşağı nə qədər uzaq tutsaq, o qədər məsləhətdir. Çünki nəinki göz sağlığına, birinci onun psixi sağlamlığına təsir eləyir. Uşaq asosial olur çox zaman, yəni sonra da çaba verir sosiallaşmaq üçün. Asosial olur. Bir çox belə deyim də problemləri gətirib çıxarda bilir. Mən bilirəm, Lamiyə xanım danışanda hər şeyi fikirləşir. Valideynlər də fikirləşir, həkim yoldaşlarım da fikirləşir, qaydalar da fikirləşir. Hamısı bir ona uyğun da bir dənə cümlə formalaşdırır. Amma reallıq budur ki,
Biz həqiqətən bu dövlətin, bu millətin nümayəndəsiyik. Bu dövlətdə yaşayırıq və həqiqətən də istəyərək ki, dövlətimizdə necə ki azad firavan yaşayırıq, yaşamamız üçün çalışırlar. Biz özümüz də özümüzün həyatımız üçün addımlar atmalıyıq. Məsələn, mənim bu illər ərzində qazandığım ən böyük təcrübə budur. Nəyi gördüm? İnsanlar gözləyir ki, onun problemini üçüncü bir şəxs gəlib həll eləyəcək. Bəli. Məsələn, siz həkimsiniz, mən sizdən niyə qorxmalıyam ki, axı? Siz mənə dəstək üçün varsınız, düzdür? Amma sizin dəstəyinizə gəlib çatana ki, mən özüm üçün bir şeylər eləməliyəm. Bizim bir ailə söhbətimiz olmuşdu, ailədə bir söhbət olmuşdu. Heç kəs inciməsin məndən. Biz bədənimizin, belə deyim, hansısa bir şiş çıxanda və biz bunun adına xəstəlik deyirik və dərhal onun üstünə həyəcan təbili çalıb onu aradan qaldırmağa çalışırıq. Amma belə deyim, bədən çəkimiz artır, heç buna xəstəlik kimi baxmırıq. Nə bilim, bilmirəm, saçımız tökülür, bu genetikdir deyib heç bir tədavi eləmirik. Özümüz bir yerlər, bir şeyləri araşdırmırıq. Bu dövrdə hər şey o qədər əlçatandır ki, məlumat o qədər başa düşürəm, məlumat çirkliliyi var və bunun içindən tam, dəqiq məlumat tapmaq çətindir. Amma insan, inanın ki, araşdırdıqca beynin özü də bir şeyləri ifraz edir. Yəni, həqiqətlə yalanı özü də ayrı eləməyə başlayır. Yavaş-yavaş, oxuduqca, baxdıqca. Yoxsa biz oxumayaq, gözləyək ki, Lamiyə xanım gələcək bizə. Lamiyə xanım tamam, bizə 2 şeydə kömək eləyə bilər, 3 şeydə. Amma kökü biz özümüz həll eləməliyik. Biz özümüzü müşahidə eləməliyik ki, bizdəki problem nədir? Ana əgər öz uşağının problemini görmürsə, ki elə adi başlayaq, telefondan başlayaq. Bəli. Bu sözü deyir, görəcəyik, sən də uşağın olanda görəcəyik, sən də belə eləyəcəksən. Adama elə bir arqument gətirirlər. İndi uşağım yoxdur deyə danışmayım mı? Bu axı düzgün bir yanaşma deyil də. Yəni baxış açımızı həqiqətən ya dəyişməliyik, ya da ki, boşuna həkimlər də hikmətində yazıqdılar. Baxış açımızı dəyişməliyik. Düzdür, indi dövrümüzün reallığı da var. Bax, yenə sinirləndim. Amma bəlli bir yaşdan sonra təbii ki, 2-3 yaşında uşaqları nəzərdə tutmuram. Amma məktəb dövründə, yeniyetməlik dövründə, yəni bu reallıqdır ki, uşaqlar planşetdir, telefondur, yəni bunlardan çox istifadə edirlər. Nəinki, misal üçün, əyləncə məqsədindən, amma eyni zamanda görürsən ki, tədris məqsədindən də evə tapşırıqlar verilir. Elə evimiz. Bəli. Planşetlərə, tədrisimiz planşetlərə, telefonlarda keçəndən evimiz tikildi. Bax, evimiz o gündən tikilibdir. Ona görə də həqiqətən də kimin evi necədir, mən deyə bilmərəm. Mənim üçün son olaraq bu maraqlıdır. Ana olmağa hazırlaşan qadınlara verəcəyiniz tövsiyəniz nə ola bilər? Atalara da. Hamiləlik dövründən tutmuş vaxtı-vaxtında müayinələrdir, vaxtı-vaxtında hər hansı həkim məsləhətidir, onlara əməl eləmək. Evlad dünyaya gətirəndən sonra artıq məsuliyyət nəinki 1-2 qat olur. Evladın məsuliyyətini hiss eləmək lazımdır. Evladın vaxtında müayinələrini aparmaq, даже problem görməsəniz belə profilaktik olaraq check-up müayinələrdə aparmaq lazımdır. İnşallah. Çox təşəkkür edirəm. Bugün vaxtınızı ayırdınız. Sizinlə söhbət çox xoş idi. Mənim üçün də. Ümid edirəm ki, sizin də vaxtınız dəyərli oldu. Bəzən işdən ayrılıb belə bir şirin söhbət eləmək, söhbətin duzunu çıxartmanın yeri var. Çünki biz də insanıq, bizim də gözümüz dincəlməlidir. Biz kompüter arxasından, siz də əminəm ki, kompüter arxasından biraz uzaqlaşmalıyıq. Biz bugün sizin gözünüzə yaxşı təsir elədiyinizi düşünürük. Siz də bizə. Çox sağ olun, təşəkkür edirəm. Növbəti görüşlərdə görüşərik inşallah. İnşallah.